Baxın, bugün neçə-neçə insanlar var ki, sosial şəbəkələrdə tuğyan edirlər. Ateistlər olsun, özünə, nə bilim mən, həşəratdan, heyvandan, əcəlləkumullah, Allah üzünüzdən iraq etsin, yarandıqlarını iddia edənlər var. Anasından, atasından yarandıqlarını iddia edən dinsizlər var. Və bunun müqabilində baxırsan ki, müsəlmanlar dininə o qədər əhəmiyyət vermir ki, Allahı qorumaq bax burada ortaya çıxır qardaşım. Baxırsan ki, ancaq müsəlmanları şübhəyə salmaqla məşğuldurlar. Necə ola bilər ki, insan dininə önəm verməsin, o qədər önəmsiz olsun ki, sənin dinin, sən açıb onların canlısında iştirak edirsən. Dediklərinə baxırsan, hələ bir onları təsdiq eləyənlər də var. Subhanallah. Və sonra da azğınlığa düşəndə, bidət əhlinə dinləyib bidətə düşəndə, məscidlərdən uzaq düşəndə, filan kəslərin cəmaatlarına qoşulanda, filan kəslərdən olanda, sonra deyirsən ki, filan kəsə nə oldu belə? Nə olmalı idi ki, qardaşım? Nə olmalı idi ki? Allah Teala heç bir quluna zülm eləmir. Hamı öz əməlinin qarşılığını alır. Həm dünyada, həm də axirətdə. Əl-cəzəu min cinsil əmələ. Əgər din sənin üçün önəmli olsaydı, sən dinini o cür insanlara əmanət etməzdin. Bu günlərim insanlar ortaya çıxır. Bidət əhlinə qulaq asır, deyir, qardaş, nə var ki burada? Allah səni zəlalətə salanda onda görəcəksən nə var imiş orada. Ona görə diqqətli olun, barakallahu fikum. Bu yüngül məsələ deyil. Mən onun sadəcə faydalarını götürürəm, pis şeylərinə qulaq asmıram. Belə şey mi olur, qardaş? Bir şey ya ağ ya qara. Allah və Rasulü sənə icazə vermir. Necə özünü öz nəfsinə güvənə bilərsən artıq?